Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda astrologiyada tez-tez müzakirə olunan mövzulardan birinə nəzər salacağıq. Bəzi inanclara görə yaxın dövrdə müəyyən bürclər maliyyə baxımından daha əlverişli enerjilər hiss edə bilər. Əlbəttə, bunlar elmi cəhətdən sübut olunmuş faktlar deyil, astrologiyaya əsaslanan ümumi şərhlərdir. Gəlin maliyyə baxımından şanslı sayılan 3 bürcə birlikdə baxaq. Birinci bürc Buğa astrologiyada Buğa bürcü maddi sabitlik və qazancla əlaqələndirilən bürclərdən biri hesab olunur. Bu dövrdə Buğa bürcündən olan şəxslərin yeni iş təklifləri alması, maaş artımı ilə qarşılaşması və ya əlavə gəlir imkanları əldə etməsi ehtimalı olduğu bildirilir. Uzun müddətdə üzərində çalışdıqları layihələrin nəticəsini görmək şansı yarana bilər. Bununla yanaşı planlı hərəkət etmək və maliyyə qərarlarını diqqətlə vermək hər zaman vacib olaraq qalır. İkinci bürc Şir bürcü üçün də maraqlı maliyyə imkanlarının yarana biləcəyi qeyd olunur. Astrologiya ilə maraqlananların fikrincə bu dövrdə Şir bürcü nümayəndələri yeni əməkdaşlıqlar qura, biznes ideyalarını inkişaf etdirə və gəlirlərini artıracaq fürsətlərlə qarşılaşa bilərlər. Bəzi insanlar üçün gözlənilməz pul gəliri və ya uzun zamandır gözlənilən ödənişlərin həyata keçməsi ehtimalı da vurğulanır. Lakin istənilən maliyyə qərarı qəbul edilərkən risklərin düzgün qiymətləndirilməsi tövsiyə olunur. Üçüncü bürcü Oğlaq bürcü zəhmətkeşliyi və məsuliyyətli yanaşması ilə tanınır. Astrologiyada bildirilir ki, bu xüsusiyyətlər yaxın dövrdə maliyyə baxımından müsbət nəticələr verə bilər. Yeni müqavilələr, əlavə qazanc mənbələri və ya karyera yüksəlişi Oğlaq bürcü üçün mümkün ssenarilər arasında göstərilir. Uzun müddət davam edən səylərin bəhrəsini toplamaq ehtimalı yüksək qiymətləndirilir. Unutmayaq ki, astrologiya insanların maraq göstərdiyi sahələrdən biridir və burada deyilənlər yalnız ümumi astroloji şərhlərə əsaslanır. Hər bir insanın maliyyə vəziyyəti onun şəxsi qərarlarından, zəhmətindən, imkanlarından və həyat şəraitindən asılıdır. Buna görə də vacib maliyyə qərarlarını yalnız bürc proqnozlarına əsasən vermək düzgün yanaşma hesab edilmir. Əgər siz də astrologiya mövzularını izləməyi sevirsinizsə, hansı bürcdə olduğunuzu şərhlərdə yaza bilərsiniz. Sizcə bu proqnozlar nə dərəcədə gerçək olur? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və yeni paylaşımlarda xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti maraqlı mövzularda yenidən görüşənədək sağ olun və xoş günlər arzulayırıq.